Hüseynli Ələddin. Ələddin, epizod nədir? Epizod mətnində müəyyən bir hadisə ilə bağlı biçin hissə. Mətndə hansı epizodlar olur? Mətndə əsas və köməkçi epizodlar olur. Dostlar sözünü tələffüz elə. Dostlar. Azadə baxış. Baxış. Lüğətin hansı növlərini tanıyırsan? Mən bir sözünü tanıyıram. Orfoqrafiya lüğət, orfoepiya lüğət, izafi lüğət. Orfoqrafiya lüğəti necə lüğət? Orfoqrafiya lüğət düzgün yazılışı göstərir. Nəyin düzgün yazılışını? Sözləri. Orfoepiya lüğəti. Orfoepiya lüğəti sözlərin düzgün tələffüzünü göstərir. Bəs izafi lüğət? Izafi lüğət sözlərin düzgün mənasını göstərir. Fakta və münasibətə aid cümlədir. Fakta aid cümlə. Şamazın üzərində 64 xana var. Münasibətə aid cümlədir. Münasibətə aid cümlə. Şamaz oyunu çox maraqlı oyundur. Nazim, divardakı şəkil kimindir? Yaxın mənalı sözdür. Gözəl gölçək, isti qaynar. Əks mənalı sözdür. Əks mənalı. Gecə gündüz, çirkin, qəşəng çirkin. Anladım Nuray. Neçə samit səsi var, Nuray? 25 samit səs var. Cəm şəkillər hansılardır? Lamlər. Məsələn, Kitab, kitablar, dəftərlər. Zodan danış. Esma, dilimizdə işləyənməyən sözlər necə adlanır? Məsələn, Şahı, Abbası. əlifbamızın ilk və sonuncu hərfləri hansılardır? Aydan, sözün tərkibi hansı hissələrdən ibarətdir? Sözün tərkibi kök və şəkilçidir. Kök nədir? Kök ayrılıqda işlərə bilir. Şəkilçi. Şəkilçi ayrılıqda işlərə bilir. Təsdiq bildirən sözlər hansı sözlərdən? Təsdiq bildirən sözlər hərəkətin icra olunduğu sözlər. Məsələn, Məsələn, oxumaq, yazmaq. bəs inkar bildirən sözlər hansılardır? İnkar bildirən sözlər hərəkətin icra olunmamaq. Məsələn, Məsələn, oxumamaq, yazmamaq. Əlili Nuray. Nuray, mürəkkəb sözlər necə yazılır? Hansılardır? Bitişik yazılır. Defislə yazılır. Daim. Bitişik yazılan mürəkkəb sözdür. Soba yazdırır, çəkili çoxdur. Defslə yazılan mürəkkəb söz. Tez, qata, asta. Ayrı yazılan mürəkkəb sözdür. 31, 32. Hatırlayın. Ruhi, sifət nəyə deyilir? Sifət əşyanın əlamətini və keyfiyyətini bildirir. Əlamət bildirən sözdür. Əlamət bilən qırmızı, yaşıl, sarı, mavi. Keyfiyyət bildirən sözdür. Savadlı, axıllı, cəsarətli. İxtira sözünün mənasını izah elə. İxtira sözünün mənası yeni bir şey kəşf etmək. Bir də Orxan. Orxan, cümlə nəyə deyilir? Bunlar bitmiş bir şey bildirir. Məsələn, Mən məktəbə gəldim. Havancı Nuran. Nuran, mətnin hansı növləri var? İnformativ mətn, bədi mətn. Bədi mətndən informativ mətnləri müqayisə elə. Mən bədi mətndə baş qəhrəmanlar olur, obrazlar olur, quşlar, heyvanlar diləsi danışır. İnformativ mətndə isə faktlara əsaslanır, bilik və məlumat verir. Həsənli Amir. Amir, məqsəd və intonasiyaya görə cümlənin hansı növləri var? Məqsəd və intonasiyaya görə cümlənin dörd var. Nəqli cümlə, sual cümləsi, əmr cümləsi, nida cümləsi. Nəqli cümlədir. Mən məktəbə getdim. Əmr cümləsidir.
Könül, Sual cümləsidir. sən dərslərini oxumusan. Nida cümləsidir. Yaşasın Azərbaycan. Nəqli cümlənin sonunda hansı durğu işarəsi qoyulur? Nöqtə. Bəs sual cümləsinin sonunda? Sağ. Məmməd Hüseyn. Hüseyn, sözün quruluşçu hansı növləri var? Hüseyin quruldu üç növü. Sadə, düzəltmə mürəkkəb. Sadə sözdür. Qapı, dəftərlər, kitablar, parta, bayraq. Düzəltmə sözdür. Dəmir, yağlı, yağsız. Mürəkkəb sözdür. Dökçünüz, qohum, qardaş, əl, üz, yuyan, tez. 50 razı. Ucadan de. 50 razı. Raci, isim nəyə deyilir? Bütün əşyanın altını bildirir. İsmin sualları hansılardır? Nə hara? Kim sualına cavab verən sözdür? Orxan, Ələddin, Baxır. Nə sualına cavab verən sözdür? Kitab, qələm, dəftər, bayraq, Hara sualına cavab verən sözdür?